Sumqayıt Ağır Cinayətlər Məhkəməsində döyüş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Vətən müharibəsi qazisi Orxan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Hüseynov 10 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə hadisə ötən il Masazır qəsəbəsində baş verib. Müharibə veteranı Orxan Hüseynov döyüş yoldaşı Orxan İmanovu qısqanclıq zəminində bıçaqlayıb. O, Orxan İmanovun güya onun həyat yoldaşı ilə sevgili olduğunu zənn edib və bu məqsədlə Orxanı öldürməyə qərar verib. Müharibədə psixoloji travmalar alan Orxan Hüseynov Orxan İmanovun evinə gələrək onu həyətə çağırıb. Həyətdə söhbət zamanı mübahisə yaranıb. Nəticədə Hüseynov İmanovu həyat yoldaşı və azyaşlı uşağının gözü qarşısında bıçaqlayıb. Hadisə zamanı Orxan İmanov 9 bıçaq zərbəsi alıb, yaralı xəstəxanaya çatdırılıb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən Orxan Hüseynov saxlanılıb.